Uşaqlıq çıxarsa qadınlıq hissim azalarmı? Belə bir sualla qarşılaşırıq. Vurğulamaq istəyirəm ki, yumurtalığı saxlamaqla uşaqlıq xaric olunmuş qadınlarda istər cinsi həvəs və istərsə qadınlıqla bağlı heç bir problem olmur. Sadəcə olaraq burada daha çox psixoloji faktor rol oynayır. Qadınların psixoloji faktoru və ehtiyac olarsa psixoloji dəstəyə ehtiyacı olur. Bəli, yumurtalıqlar çıxdıqdan sonra əgər yumurtalıqları da çıxarırıqsa, qadın orqanizmində istər fizioloji, istər də orqanik dəyişikliklər baş verə bilər. Amma bu da yenə deyirəm son deyil. İstər psixoloji dəstəklə, hormonal əvəzləyici preparatların istifadəsi ilə biz bu problemlərin asanlıqla həll edə bilirik. Önəmli olan sizin özünüzə olan, belə deyək, qiymətiniz, sizin özünüzə verdiyiniz dəyər və yenə deyirəm, heç bir qadınlıq hissi anatomik bir əksikliklə ölçülməməlidir. Özünüzdən müğayət olun. Əsas faktor yenə deyirəm burada psixoloji faktordur. Özünüzə dəyər verin. Sağ olun.